Hər vaxtınız xeyir. Sizinlə bugün incə yarpaq xəngəlini necə hazırlaya bilərik, onu bölüşmək istəyirəm. Yumurtanın sarısı lazım olan yerlərdə istifadə edirdim. Ağını isə soyuducuda saxlayırdım. Bir gün xəmir eləyəndə, xəngəl xəmiri, yumurtanın sarısı olmadan dikcə ağlarını istifadə etdim və gördüm ki, xəmir bir balaca daha rahat və daha gözəl açılır və bundan sonra davam etdim bu cür hazırlamağa və nəticəsi çox gözəl alındı. Sizinlə də bölüşmək istədim. Gördüyünüz kimi yarım kilo un götürmüşəm. 2 yumurtanın ağı var idi, onu istifadə etdim. 1 xörək qaşığı duz və stəkan yarım su stəkanı ilə su əlavə etdim. Su aram-aram istifadə edirəm, birdən tökmək olmaz. Xəmir daş kimi olmamalıdır, nə də ələ yapışan olmamalıdır. Normal, yumşaq xəmir yoğururuq. Və bu xəmiri bu cür gördüyünüz kimi rahat bir şəkildə açıram. İstədiyiniz incəliyə qədər aça bilərsiniz. Bizim evdə yarpaq xəngəli incə sevildiyi üçün bu xəmir mənim tez-tez hazırladıqlarımın sırasına daxil oldu. Bizdə də ümumiyyətlə incə sevilir yarpaq xəngəli. Nə qədər incə, o qədər çox ləzzət eləyir evdəkilərə. Gördüyünüz kimi bu cür açdım, amma bu xəmiri mütləq təpitmə etmək lazımdır. Bilirik, Azərbaycan bölgələrinin əksəriyyətində təpitmə üsulu bilinir, tanınır. Yəni hissələrə bölürük. Böyük sacınız varsa orada bir dəfəlik eləyə bilərsiniz. Mənim tavam belə böyük tava idi, amma xəmirim çox böyük olduğu üçün onu hissələrə böldüm və quru-quru tavanı isidib orada hardasa bir neçə saniyə o üz bu üz gördüyünüz kimi əsla lavaş halına gətirmirik. Sadəcə quruduruq. Və bu cür xəmirlər həm gözəl bir şəkildə qalır, saxlamağı da rahatdır. Eyni zamanda da suda qaynayan zaman bir-birinə də əsla yapışmır. Və gördüyünüz kimi bizim evdə oğlum kartoflu xəngəli sevir. Ona görə də ona kartoflu hazırlayıram və kartof bişəndən sonra əlavə edirəm xəmirləri. Hamısını da çox rahat bir şəkildə ürək rahatlığı əlavə edirəm. Bu xəmiri amma çox incə olduğu üçün cəmi 3 ya 4 dəqiqə qaynadıram. Çünki əriyə bilər. Və gördüyünüz qaydada incəliyini sizə göstərmək istəyirəm. Bu da artıq 3 dəqiqə, 4 dəqiqə qaynadıqdan sonraki halıdır. Gördüyünüz kimi bir-birinə əsla yapışmır, incəliyini qoruyur. Belə, sizinlə bölüşməkdən böyük məmnuniyyət duyuram. Çünki Instagram hekayələrimdə paylaşanda videosunu istəyən izləyicilərim oldu. Burada da paylaşmaq istədim. Videomu bəyənərək kanalıma abunə olmağı unutmayın. Rəylərinizi gözləyəcəm. Yeni videolarda görüşmək ümidi ilə salamat qalın. Videolarımı paylaşaraq dəstək ola bilərsiniz. Təşəkkürlər.